müharibə bir faciədir. Adam heç kimi arzulamır onu yaşamağı. Amma bir xüsusi təyinatlı qüvvələr mənsubu kimi əlbəttə ki, artıq mülki həyatda o adrenalini, o həyəcanı sən yaşaya bilmirsən. Çünki xüsusi təyinatlı qüvvələrdə xidmət elədiyin vaxtlarda maraqlı və ağır bir həyat çəkirdik. Mən bayaq dedim, xüsusi təyinatlı bir peşə deyil, xüsusi təyinatlı bir həyat tərzidir. Təlimləri var idi, idmanları var idi, təlimlərdə müxtəlif həyəcanlı momentlər yaranırdı və s. və əlaxır. Və sən artıq onu yaşamırsan, sən artıq sakit həyat tərzi yaşayırsan və bəzən əlbəttə ki, darıxırsan. Yəni, səni çəkir ora, səni yoldaşların yanına çəkir. Adi elementar əraziyə çıxıb, məsəl üçün, ərazidə çadırda qalmaq və ya təbiətdə qalmaq. Məsəl üçün, biz xüsusi təyinatlı qüvvələrdə təlimlər zamanı harda özümüzdən yataq falan aparmırdıq. Yataq kisəmiz var idi. O yataq kisələrin içində bəzən heç o yataq kisələrdən də istifadə eləməyib, torpaqlarda, otun üstündə və s. Kadrlarda var. İstirahət edirdi. Bir-birinə sığınaraq, bir-birindən isti alaraq. Adam onun üçün darıxır. Yəni o yataq kisəsində ərazidə, meşədə və ya çöldə yatmaq, ondan sonra o çölçülüyü darıxır, yəni çölçülüyü üçün darıxır əlbəttə ki.